Salam. Mənim adım Nailədir. 22 yaşım var. Bugün birlikte kitap okuyoruz. Fyodor Dostoyevskinin Beyaz Geceler kitabını okuyacağıq bir yerdə. Hardasa 95 səhifədir. Tez qutaracağımı düşünürəm. Hardasa 2 saata dayanmaqla falan 3 saata bəlkə qutardım. Fyodor Dostoyevskinin ötürmək istədiyi hissləri başa düşüm. Ona görə sıralamanı ona uyğun oxumağa çalışıram. Və insancıqlardan sonra Beyaz Geceləri oxumağımı demişdilər. Mən də getdim aldım. Bu kitab məndə yox idi. İndi bunu bir yerdə oxuyacağıq. Hardasa toplam 31 dənə kitabı var Dostoyevskinin. 31 dənə kitabında oxuyacağıq bir yerdə. Və ötürmək istədiyi hissləri başa düşməyə çalışacağıq. İnsancıqları oxuyandan sonra bir müddət özümə gələ bilmədim. Nə mənada bəzi hissləri çox yoğun şəkildə ötürmüşdü və ondan sonra ikinci kitabımı oxumaq üçün özümə hazır hiss etmək istəyirdim ki, gözləyirdim. Bunu dünə aldım, dünə oxumadım. Bugün hazır hiss edirəm. Dəfələrlə dedim, bəlkə oxumayım, sonra oxuyaram. Ama yox, dedim, bugün oxuyacağıq. Neyse, ben gedim başlayayım. Hissə-hissə də sizə çəkib göstərəcəm. Hazırda balkondayım. Balkonda belə qəşəng mənzərədə kitab oxuyacağım. Divanımda oturup. Ben getdim, ben geldim. Hazırda kitabımın 18-ci səhifəsindəyəm. Bizim baş qəhrəmanımız oğlan. Bu arada Peterburg'da tek yaşıyor. Tek yaşadım dedikdə həmin şəhərdəki insanlar köç etməyə başlayır. Daha fərqli obalara getməyi və getdikləri obalar məncə varlıqlarını rəmz edir. Yəni ki, artıq oralı deyilmiş kimi davranırlar. Ayağıma şıvat deyirəm. Digər insanlar köçür və insanlar köçdükcə bu onu incidir. Çünki heç kim onu dəvət etmir. Yəni bizimlə get kimsinlər. Gəl sən də köç. Amma məncə köçmək üçün dəvət gözləməyinə ehtiyac yoxdur. Çünki köçmək heç kim dəvət etməyəcək onsuz da. Hər kəs öz ailəsinə, öz dərdinə baxır onsuz da. Nə qədər dost olsa da köçməkdə dostluq yoxdur da, yəni köçmək istəyirsənsə pulu olan hər kəs köçə bilər məncə və bu bizim oğlan baş qəhrəman darıxır. Ki mən bu təbiəti seyr edərkən o mənə qeyri-ixtiyari xəstə və zəif bir qızı xatırladır. Təbiəti zəif bir qıza bənzədir və ondan sonra da vurğulur ki, insanlar onun bir anlıq gözəlliyinə vurulur. Yəni yay və yaxud yaz fəslini dediyini düşünürəm. Məncə yaz fəslidir. Yaz fəslinə vurulurlar. Bu gözəlliyi fərq etmələri o qədər uzun zaman alır ki, artıq qış gəlir və heyfslənirlər ki, biz yazın, yayın qədrini bilmədik. Bu isə mənə çox xoşuma gəldi və təbiətin həqiqətən də zəif xəstə bir qıza bənzədilməsi, payız, qışın xəstəliyi və zəifliyindən ötürü olduğunu düşündürülməsi. Əslində mən fəsilləri başqa bir şey oxşadıram. Yəni xəstəlikdən, zəiflikdən əlavə, amma bunun vurğuladığı şey buydu. Ondan sonra isə yolda gedərkən bizim oğlan bir dənə qızla tanış olur. Daha doğrusu qızı görür, bəyənir, amma onun arxasınca necə düşəcəyini bilmir. Bizim oğlan özünü çox yazıqlandırır da, belə deyim ki, mən heç bir qızla tanış olmamışam indiyə qədər. Nə bilim, heç bir qızla əlaqəm olmayıb, nə. İndiki bizim bu hazırki dövrdə qızlarımızdan soruşsanız, bu sözlərin hamısı bizim qızlar üçün yalanı təmsil edər. Yəni heç kim inanmaz da 26 yaşına qədər gəlmiş və heç bir qızla indiyə qədər əlaqəsi olmayıb. Olanlar da evdar xanımlardır da, yəni evli xanımlardır. Və yəni mən bunu oxuyanda üzümdə qəribə bir təbəssüm yarandı. O vaxtki dövr üçün bunlar həqiqət ola bilər, amma bu vaxtki dövr üçün həqiqət deyil. Bizim qız da onun arxasınca düşmüş başqa bir oğlandan qorxub çəkinərək ona yaxınlığını qəbul edir. Hazırda o hissədəyəm. Nəysə, yəni bu hissəyə qədər belə gedir. Hazırda qızla diyaloqlarıdır. Gedib indi diyaloqları oxuyacağam, görəcəm. Bizim oğlan bu qıza qarşı ilk görüşdən bir şeylər hiss edir. Çünki deyir, indiyə qədər heç belə xoşbəxt olmamışdım. Nə qədər düz, nə qədər yalan.
Və bizim qız isə sadəcə qorxduğundan və belə şəkildə, yəni ona heç bir zərər verməyəcəyindən əmin olduğu bu kişiyə narahat deyil, yəni onun yanında getməsinə icazə verir. Təəssüf ki, bu şey indi də var. Bir qızın arxasıca iki şeyə görə düşürlər. Bir onu bəyəndiyi üçün, ikinci isə ona zərər verəcəyi üçündür və qızlar da bu ikisini ayırt edə bilmədiyi üçün hamısına rədd edirlər. Heç məncə xoşu gələn də arxasınca düşməməlidir. Belə deyəndə də belə deyəndə də qəribə qalır, amma ki, nə bilim, arxasınca düşmə məsələsi xoş deyil. Mənə xoş deyil şəxsən. Gedirəm oxumağa davam edirəm, görək nə olacaq, bizim qızın başına nə gələcək. Qız daha çox maraqlandır məni. Oğlan bayaq deyirdi ki, sizin arxanızca düşdüyüm kimi başqa bir qadının da arxasınca düşmüşəm. Amma indiyə qədər məni hər kəs rədd edib, qəbul etməyib. Yəni adicə iki kəlmə istəyirəm sadəcə. Qardaşcasına, dostcasına belə olsa məni qəbul eləsin. Təəssüf ki, bu heç bir dövrdə olmayacağını düşünürəm. Kimsə yoldan keçən birini elə də qəbul edə bilməz, xüsusilə də kişiləri. Deyir ki, burada mən tək tənha məhv oluram, qoy o məni rədd eləməsin, qadınları tanımaq bacarından məhrum olduğum üçün məni qınamasın. Ona hətta öz qadınlıq vəzifəsini öyrətməyə çalışmışam. Demişəm ki, qadın gərək mənim kimi bədbəxt bir adamın cəsarətsiz yalvarışlarına biganə qalmasın. Nəhayət, mənim bütün tələblərim təkcə bundan ibarətdir ki, qadın məni heç olmasa bir qardaş kimi qəbul eləsin. Mənimlə mehriban danışsın, halıma yansın, ilk addımda məni rədd etməsin, sözlərimə inansın. Danışarkən diqqətli qulaq assın. Əgər kefi istəyirsə mənə gülsün, ancaq ümidsiz qaytarmasın. İkicə kəlmə, yalnız ikicə kəlmə təsəlli üçün söz desin. Sonra əgər istəyirsə bir daha mənimlə görüşməsin. Bunu qəbul bunu istəyir 100 il sonra, istəyir 200 il sonra belə heç kim qəbul etməz və bu qadınlıq vəzifəsi deyil. Buna qatılmıram. Ondan da əlavə, yəni heç kimi tanımaq məcburiyyətində də deyil. Durduq yerə kimlərsə tanış olma məcburiyyətində də deyil. Nəsə bu sözlər məni qıcıqlandırdı, bilmirəm də, xoşuma gəlmədi. Ondan sonra bu iki kəlmədən sonra da gəldi şey elədi, qız bununla danışdı, bu ikicə kəlmə demirdi. Onunla danışdı, sonra qayıdıb belə elədi, sağollaşır ki, qız evinə çatıb da, əlvida, təşəkkür edirəm, getməyə şeyli. Bu da belə, məyər biz bir daha görüşməyəcəyik, yoxsa tanışdığımız elə bu görüşlə bitir? Görürsünüzmü? Siz biraz bundan əvvəl yalnız ikicə sözlə kifayətlənirdiniz. İndi isə görsən, o da qayıdıb deyir, mən bu sabah bura gələrəm falan, sonra belə, bağışlayın, mən artıq tələb etməyə başlamışam deyəsən. Həqiqətən tələb etməyə başlamışam. İkicə kəlməyə bəs idi, nə oldu? Nə oldu? Nə oldu? Xoşun gəlmiş ola bilər, amma özün dedin, ikicə kəlmə. Sırf bu qıza xüsusi şəkildə yanaşsam, başa düşərəm, amma ümumiləşdirib qadınlar haqqında danışıb da bu qadından daha çoxunu gözləyə bilməzsən. Nədənsə belə qərib, belə hiss elədim. Bilmirəm, niyə belə hiss elədim, mən də bilmirəm. Ya çox qınıyıram, ya çox qınıyıram, davam oxuyuram. Ulan o qədər acizdir ki, həyatında o qədər 26 yaşına qədər bir şey yaşamayıb ki, deyir, mən sabah mütləq gələcəm və burada yaşadıqlarımı, bu 10 dəqiqəni xatırlayıb xoşbəxt olacağım və mənim həyatımın ən nadir, gözəl günlərindən biri olacaq deyib. O qədər az xatirəsi var ki, olan qalan 10 dəqiqə belə onun üçün çox dəyərlidir. Hansı ki, bu 10 dəqiqədə elə də bir şey yaşamayıb da, yəni onun üçün heç nə olmayıb deyim, sevgi dolu bir şeylər olub, yox. Biraz pis oldum onun üçün. Kim bilir, bəlkə də siz də 10 dəqiqə bundan əvvəl olub keçənləri yada salaraq ağlayırdınız. Bu qızı sahildə ağlayarkən görmüşdü 2 dəfə. Yəni deyir, siz də yəqin ki, hansı xatirələri oturub düşünüb ağlayırdınız. Mən də eyni ilə bu xatirəni gəlib yadıma salıb xoşbəxt olacağam. Və heç vaxt bunu yadımdan çıxartmayacağım. Hətta illərcə bunu fikirləşəcəm deyə qeyd edibdi. Bəzən kimlərsə həyatında çox böyük rol oynadığımızda xəbərimiz belə olmur. Bizim üçün keçən bir adi 5 dəqiqə onlar üçün bütün bir ömür demək ola bilir. Belə.
Neyse, devam. Qızı çox sevdim. Qız bilirsiniz nədir? Görüş təyin elədi, amma görüşdən əvvəl ona şərt qoşdu ki, yəni mən sizə görüş təyin edirəm, okey, gələcəm. Amma ki, bir də şərtim var. Şərtim də budur. Aşiq olmayın. Mənə aşiq olmayın. Dost olmağa hazıram, amma aşiq olmaq yaramaz. O da and içdi. Təəssüf ki, aşiq olacaq. Demək ki, aşiq olmasaydı bu kitab da olmazdı yəqin ki. İndi yalnız da oğlan ən başından bəri aşiq olub, yoxsa arxasınca düşməzdi də. Yəni o hisslər, o bütün həyatım boyu xoşbəxt olacam da deməzdi. Mən gəldim. Hardasa 38-ci səhifəyə qədər oxudum. Deməli, bunlar görüşdü səhərləri. Səhər görüşdükdən sonra başladılar yəni bir-birlərindən danışmalar, yaşadıkları sərgüzəştlərdən danışmağa başladılar. Stenka bizim oğlanın daha çox öz həyatından danışmasını istədi. Bizim oğlan da sanki bir məktub yazırmışcasına o qədər sərgüzəştlər danışdı ki, bəyəndiyim hissələrin hər birini ayrı-ayrı eləmişəm, qeyd eləmişəm. Birinci bəyəndiyim söz. İkidə bir qızın adını çağırır, Nastenka belə, Nastenka elə. Sonra qayıdır deyir ki, mənə elə gəlir ki, sizi ömrüm boyu Nastenka çağırsam yorulmaram. Bu söz niyəsə çox xoşuma gəldi, bilmirəm. Yəni çox şirin bir söz idi və səmimi bir söz idi. Xəyalpərəst olduğunu həmişə vurğulayırdı, özünün bir xəyalpərəst olduğunu deyirdi. Və xəyalpərəsti o qədər qəşəng açıqladı ki, bu hissələri mütləq demək istəyirəm. Xəyalpərəst, əgər bu sözün dəqiq izahını istəyirsinizsə, insan deyil, namüəyyən məxluqdur dedi. Yəni düz deyir, çünki xəyalpərəstlikdə belə bir şey var ki, xəyal qurduqda orada itirsən, yəni orada insan da olmaya bilərsən, başqa bir varlıq da ola bilərsən. Hardan bildiyimi deməyim, çünki mən də xəyalpərəstəm. Xəyalpərəstliyi sevirəm. Xəyalpərəstlik insanı tənhalaşdırır. Çünki artıq fikir verirsən ki, xəyalında hər şeyi qura bilirsən və keçmiş xatirələrinə baxırsan, bir də xəyallarına baxırsan və ikisinin də verdiyi hissin artıq eyni dərəcədə olduğunu gördüyündə artıq xəyal qurmağa və insanlarla bir o qədər də əlaqə qurmamağa başlayırsan və bir müddətdən sonra insanlarla necə əlaqə quracağını da unudursan. Beləliklə xəyalpərəstlik səni tənhalaşdırır. Amma xəyalpərəstlik çox gözəl bir şeydir, mən çox sevirəm. Sonra başlayır danışmağa, sanki özündən yad bir adam kimi danışır. Yəni özü deyilmiş də başqa bir insanmış kimi danışır. Burada da xoşuma gələn ikinci bir cümlə. Bütün başına gələn təkliklərdən, hər şeydən danışır. Ondan sonra qayıdıb deyir ki, milçəyə tora salan kimi müdadic xəyalda da hər şeyi toxumaqda olduğu parçanın üzərinə tikdi. Əcaib xəyalpərəstdə qəlbində yeni hisslər öz fərəhli yuvasına daxil oldu. Yəni xəyal qurmağa başlamağı bir hörümçəyin tor salmağı kimi və naxışların bir parçaya tikilməsi kimi başa salıbdı. Demək olar ki, bənzərlik tamamilə eynidir bu arada. Yeni bir xəyal qrupu. Sansür qoyur elə bir. Yeni bir... Yaxşı, sən keç, mən danışacağım olar. Xəyalpərəstliyin özü də bir dünyadır. Yəni tamamilə bambaşqa bir dünyadır. Orada olmaq yeni bir şeylərin başlanması, qurulması və bitməməsi deməkdir. Buna görə də xəyalpərəst insanlar xəyal qurmağı çox-çox sevirlər. Sonra danışdı, başına gələnlərdən, nə bilim, insanlara qarşı olan hisslərindən. Nastenka, sizinlə birlikdə sevdiyimiz bu həyatda ona, o xəyalpərəstə, həssas və tənbəl insana xoş gələcək heç bir şey yoxdur. Bilirsən nə deyir? Yəni o düşünür ki, bu yoxsul və acınacaqlı bir həyatdır və belə düşünərkən onun heç ağlına gəlmir ki, bir gün bu acınacaqlı həyat onu da dərdə sala bilər. Xəyalpərəsti sanki başqa bir insanmış kimi göstərir və deyir ki, o insan üçün, yəni o xəyalpərəstin dünyası üçün biz çox yoxsul, tənbəl və çox bədbəxt insanlarıq və heç vaxt da düşünmür ki, onun başına belə bir şey gələ bilər. Çünki gələ bilməz, onun dünyasında ayrı bir dünya var. Onun da əlavə qayda deyir ki, xəyalpərəstin indi heç bir arzusu yoxdur. Çünki o bütün arzulardan yüksəkdədir.
Çünki indi hər şey onun ixtiyarındadır. Özü yazır, özü yaşayır. O elə doyub ki, könlü artıq heç bir şey istəmir. Çünki indi öz həyatının yaradıcısı yalnız özüdür. Hər saatda bu həyatı istədiyi rənglərlə boyaya bilir. Tamamilə haqlı bir cümlədir. Bu cümlələr o qədər düzdür ki, yəni bir xəyalpərəstin nə qədər açıqlaya bilərsən desələr, bu qədər açıqlayacaq bir cümlələr olacağını düşünməmişdim. Öz dünyasını qurur da, yəni belə. Xəyalpərəstlik hissəsi tamamilə özümə əks etdirdiyi üçün məni çox xoşbəxt eləyir. Ona görə oxumaq daha da zövq verir. İndi gedirəm davamını oxuyam. 38-ci bölümdəyəm. Adası belə qalıbdır. Görə nə qədər vaxtı qutaracaq da. Neçədə başladığımı xatırlamıram, amma baxaram videodan. Maraqlı gedir hələ ki və qızla aralarındakı olan münasibətdən heç nə yoxdur. Sadəcə öz başına gələnləri danışır və sonra olacaqları deyəcək. Görək nə olur. Mən burada yeri düzəltmişəm. Mənzərəm də 16 mərtəbəli binadır. Pajarında oturmuşam. 30 dəqiqə bir marketə gedib gəlmişdim. Bayaqlara oxuya bilməmişdim. Deyir ki, bu həyat həmişə gəncdir. Tez-tez dəyişir, yeniləşir. Hər ötən saat özündən sonraki saata oxşamır. Həqiqətən də düz bu söz. Əsasda hər ötən saat özündən sonraki saata oxşamır. Heç nə eyni qalmır. İnsanlarda, həyatda, düzəndə heç nə eyni qalmır. Və hər şey elə dəyişir ki, elə bir sürətlə dəyişir ki, şoka qalırsan da, yəni bu qədər sürətlə belə dəyişilməsinə. Sonra deyir ki, çünki sən artıq əvvəlki adam deyilsən. Yetişib möhkəmlənmisən. Köhnə fikir və arzularından uzaqlaşmısan. Onlar toz kimi havaya sovrulmuş, parçalanıb dağılmışdı. Əgər başqa bir həyat yoxdursa, sən onu bu parçalardan, bu qırıntılardan qurmağa məcbursan. İnsan həyatının məcbur olduğu bir şeydir bu arada. Yəni belə başa salım. Həyatımızda bir şeylər qırılır, bir şeylər pozulur. Heç nə əvvəlki kimi olmur və deyirsən ki, həyatın bitdi və məcbursan, çünki başqa həyat yoxdur. O həyatda o qırıntıları birləşdirib yenidən davam etməlisən. Yəni, insan həyatının özəti budur. Neysə, davam edirəm. Bizim oğlan öz sərgüzəştlərindən danışandan sonra qızın sərgüzəştlərini keçdi. Öz həyatından hissələr danışır, nənəsindən danışır. Nənəsinin onu, əslində nənəsi onun həmişə yaxşılığını. Özü də bunun fərqindədir ki, ona görə nənəsini də çox istəyir. Bunu keçdim. Burada bir hissə var. Qayıdır deyir ki, mən danışanda mənim sözümü kəsməm. Ona görə bir-birlərini uzun-uzun qulaq asırlar. Həyatlarından daha rahat danışırlar. Deyir ki, mən özümü saxlaya bilməyib, yəni Nastenkanın sözünü kəsdim. Deməli, bundan qabaq da kinayənişim var, nəsə. O da deyir, bəli, vardı deyə Nastenka cavab verdi. Özü də susmağı sizdən daha yaxşı bacar. Bildiyin, buna söz soxur ki, yəni sus, mən danışım da. Belə başa düşdüm ki, bizim qız bir otaqlarını kiraya verirlər və oradan gələn bütçə ilə dolanırlar. Birinci gələn kirayənişinlər rəhmətə gedib, ölüb, qocaymış. İndi yenidən bir kirayənişi götürüblər. Öz nənəsi ilə olan əhvalatlardan danışırdı. İndi heç nə davam edirəm. Görək nə deyəcək. Nənəsi kördü, onu deməyi unutdum. Və qızdan soruşur ki, yeni kirayənişin gözəldir. Yox, birinci deyir, cavandı, qoca deyir. Qoca deməzdim də, yəni cavan da deyil tam olaraq. Sonra qayıdır deyir ki, yaraşıqlıdır bəs. Qız biraz fikirləşir, sonra yalan demək istəmir. Deyir, hə, yaraşıqlıdır. Nənə olsa deyir, vah. Yox, bu dövrdə yaraşıqlı özdə, tam cavan olmasa da cavana yaxın oğlan kirayənişin. Nənə narahat olma. Hazırda 2026-cı ildəyik, bu ildə də belə gedir mövzular. Ondan sonra qayıdır belə, nənə deyir ki, hər şey keçmişlə bağlı. Onun sözlərindən belə çıxır ki, əsl cavanlıq keçmişdə olub. Eyni ilə mənim nənəm deyil. Nənəmin keçmişi ilə eyni keçmişə gəlib çıxırmı bilmirəm.
Orada qayda deyir ki, günəş keçmişdə indikindən daha yaxşı qızdırırdı. Hətta qaymaq da keçmişdə belə turşmazdı. Ah nələr, qaymağın hələ indi keçmişdə belə turşmaması, günəşin daha çox qızdırması, bugün belə o söhbətlər gedir. Və həqiqətən də fikir verirəm ki, vaxt keçdikcə insanlar eləyir. Ayda o əvvəlki dad yoxdur, o hiss yoxdur. Əslində var. Biz sadəcə keçmişi üçün, darıxdığımız üçün belə deyirik. Çünki mən bu sözü təzə işlətmişdim ki, ayda koronadan bəri ki, dad bilməyim itib, yeməyi dad bilməyim, o yediyim yeməklərin, o qəşəng yeməklərin dadını hələ də hiss edə bilmirəm. İndi xəstəyəm və xəstə olanda qiymətini bildim. Əslində bilirmişəm. Sadəcə mən keçmiş üçün darıxırmışam, o günlər üçün darıxırmışam. Bu da eynilə buradakı mövzu kimidir. Nəysə, çox daşıma davam edirəm. Nənə kör olduğundan nəvəsini özünə sancaqlayır ki, nəvəsinin neynəsi, hər hərəkətini bilsinlər, gözünün önündə olsun. Nəvəsini qorumağa çalışır da. Və oğlan kirayəşin gələndə bir şeylər istəyir, nənəsi otağa getdir. Sancağı çıxartmağı unudur. Duranda sancaq bunu nənəsini dartır axı. Necə oturub ağlamağa başlayır. Hayda, elə gülməm gəldi, gülmək istəmirdim, amma gülməm gəldi. Sonra isə nənəyə həmin kirayəşin kitab göndərir ki, nəvən səni oxusun şeylə. O da şübhələnir ki, hə, bax gör kitabların arasında sənə eşq elanı zad yazmayıb, məktub yazmayıb. Deyir, yox, nənə yoxdur. Bax gör cildin altında olar. Deyir, yoxdur. Deyir, belələri ya pis kitab göndər, ya da ki, kitabın arasında məktub göndərər də. Deyir, ay nənə yoxdur. O da qaca bir, hə, onda bu ayrı məsələdir. Nənə o qədər şübhəlidir ki, yəni oğlan cavan olmağından bir şeylər tutmağa çalışır ki, hə bu oğlan cavandırsa bir şey olmalıdır da. Hani heç nə yoxdur. Mənə güvənə bilərsən. Belə bir məsələ var. Oğlan bizim qıza, yəni kirayəşin bizim qıza təklif edir ki, gəl gedək teatra. O da deyir ki, bəs nənəm necə olacaq da? O da demək istəyir ki, yavaşca nənənizin yanından qaçın. O da deyir ki, yo, mən nənəmini aldada bilmərəm, qaçın. Oğlan da görür ki, bununla alınmır. Axşam gəlir, nənəni də, qızı da ikisini eyni anda dəvət edir. Nənəni dəvət edir. O da bəhanə ilə aparır da, yəni qızı da aparır. Aşk görüyorum hocam. Oğlan 2 dəfə daha bunları apardı kinoteatra. Ondan sonra isə düşünürdü ki, fərqli görüşlər olacaq, yenə əlaqələr olacaq. Yox, olmadı. Əksinə daha gec gəlir. Qızdan qaçır da, yəni bir növ qızdan qaçır və qız xəstə düşür, arıqlayır, çox pis vəziyyət alır və oğlan bir gün bir anda gəlir, deyir ki, mən Moskvaya gedirəm, artıq burada olmayacağam bir il müddətində. Bizim qız nə edir? Gecə çamadanını yığır və gecə onun otağına gedir. Oğlan onu görəndə hər şey başa düşür və ona deyir ki, mən kasıb abadamam da, sizinlə evlənsəm necə olacaq da, yaxşı olmayacaq, heç nə, bizim halımız necə olar, deyir. Dəli olacağım da, yəni. Qızın özdə indiki yaşı 17 yaşı var və bu temalar olanda 15 yaşı var imiş. Ya hardasa 16 lap deyək. 16 yaşında evlənmək yəni də hətta sadəcə 1-2 dəfə gördüyüm bir şəxs üçün çox əzəbləşdim. Niyəsə sevgi görmürəm. Yəni sevgi deyil. Bu sevgi deyil ən azından da, yəni. Qızınki də keçid yaş dövrü ilə əlaqəli olan sevgi adlandırdığı, heç kimdən sevgi görmədiyi üçün çöldə sevgi axtardığı bir şeydir. Əsəbləşdim. Nəysə, davam edirəm. Oğlan qıza şərt kəsir ki, mən gedirəm 1 il Moskvada işləyim, işimi qaydasına salım, gəlib səni alacağım. Yəni başqasına ərə getməsən səni alacağım deyir. Və 1 il olur, təxmin elədiyim kimi 16 yaşında olub bu söhbətlər, 17 yaşı var indi. 3 gündür ki qayıtdığını deyir
və 3 gündür ki, onun yanına gəlmir. Yəni ondan heç bir xəbər yoxdur. Bizim qız nə gözləyirdi? Bir sevgi ipinə tutulub qalıbdı. Ona görə ağlayırmış Yusufay sahildə o gecə. Balkondakı son videomu çəkib evə keçsəm davamını oxumaq üçün. Deməli nə oldu? Bizim oğlan qıza ağıl verdi ki, gəl bir məktub yazaq. Bəlkə yəni sən öz hisslərlə danış, bəlkə cavab gələr ya da özü görüşə gələr. Beləliklə bizim qız ondan soruşur ki, sən olsan necə bir məktub yazardın? Oğlan da deyir, deyəndən sonra qayıdır, deyir ki, mən sənə verəcəm məktubu, sən apararsan filan kəsə, ona gedib çatdıracaqlar o məktubu. Sonra qayıdır, deyir ki, bəs məktubu nə vaxtda yazarsan, məktubu nə vaxtda yazarsan, mən onu nə vaxtda çatdıram, cavab nə vaxtda gələr. Qayıtdı, dedi ki, məktubu oğlanın əlinə bir dənə məktub qoyur. Məktubu əvvəlcədən yazıbmış, yəni heç onun deməyinə ehtiyac yoxdur. O məktub yazıb, saxlayıb bir ümidi gözləyirmiş və deyir ki, səni mənim qarşıma Tanrı çıxartdı, sənin sayəsində hazırda ümidliyəm. Və məktubun cavabını gözləyərkən bizim oğlan fərqinə varır ki, bu qızı sevir. Yəni bu qızı gözləyir, bu bəyaz gecə demək, onunla görüşdüyü o bəyaz gecələri nəzərdə tutur. Hazırda 3-cü bəyaz gecələri olmuş, deyib gülüblərmiş, bütün hər şeyə rəğmən gözəl hiss edirmiş. Ondan sonra isə yəni görüşlərini səbirsizliklə gözləyirmiş. Səbirsizliklə gözləyirmiş və qız sevincdən uçurmuş. Oğlan da gəlir, baxır ki, bu qədər sevincli məktubun cavabını gözləyir də yəqin ki. Sonra qız qayıdır, deyir ki, bilirsiniz, mən nə üçün belə şadam, nə üçün sizi görərkən belə sevinirəm. Nəhayət, nə üçün mən sizi bugün belə sevirəm. Amma bunu sevgi mənasında demir. Nə üçün deyə soruşdum, ürəyim əsdi. Bir ümid gözləyib oradan. Mən sizi ona görə sevirəm ki, siz mənə aşiq olmadınız. Başqası sizin yerinizdə yəqin mənə rahatlıq verməzdi, məni təngə gətirərdi. Ayda elə pis oldum ki, oğlanın da tam bundan əvvəlki hissələrdə ona aşiq olduğunu, onu sevdiyini, hiss etdiyini deməyi vəbşə ürəyimə toxundu da. Deyir, ah uf eləyərdi, xəstələnərdi, siz elə mehribansınız ki, ilahi. Oğlan isə onu sevir. 66-cı səhifədəyim, son 20 səhifəm qalıb, 20 ya 30 səhifəm qalıb, 20 deyirəm mən. Son 30 səhifə içdim evə, həm üşüdüm, son 20 səhifəm qalıbdı. Deməli, mövzu haradaydı? O ki, o dedim, mənə aşiq olmamısınız. Ondan sonra da oturdular, oğlanı gözləməyə başladılar. Məktubun cavabında oğlan həmin parka gəlməli idi, sahil küçəsinə gəlməli idi. Bu mövzuda da bir-birlərinə danışmağa davam elədilər və bizim oğlana hər dəfəsində ona olan sevgisindən danışır, eləyir. Oğlan da qayıdıb deyirdi ki, yox, oğlan bir ara birinin gəldiyini hiss elədi. Elə bildi ki, həmin oğlan gəlir, əlini Nastenkanın əlindən çəkdi. O da qayıtdı, elədi. Dedi ki, hardadır? Bu nə hamı da var? Hə, qayıtdı, dedi ki, kitab qabağımdadır, eləyirəm. Mən onun əlini buraxıb getməyə hazırlaşdım, lakin biz aldanmışdıq, gələn o deyildi. O da qayıdıb deyib ki, nədən qorxursunuz, nə üçün əlimi buraxdınız deyə o yenə əlini mənə verdi. Tutaq ki, lap elə o özüdür, nə olsun. Biz onu birlikdə qarşılayarıq. Mən istəyirəm ki, o bir-birimizi necə sevdiyimizi görsün. Dost mənasında deyib. Özümü saxlaya bilməyib onun sözlərini ucadan təkrar elədim. Biz bir-birimizi necə sevdiyimizi. Uşağı bizim oğlanı o qədər yaralayır ki. Oğlan hətta danışır, sonra eləyir.
Ah, bəzən bir adamın xoşbəxtliyi başqa birisinə necə də ağır təsir eləyərmiş. Ya o adam xoşbəxt olmalıdır. Amma bu adam onun xoşbəxtliyinə sevinmək istəyir, amma sevinə bilmir də, yəni əlində qalır. Ondan sonra da gözləyirlər, görürlər ki, oğlan gəlmir, saatlar keçir. Bizim oğlan bəhanə uydurur ki, bəlkə məktub hələ əlinə indi çat. İşi var, bəlkə gələ bilmir. Bəlkə məktub yazıb yollayacaq, özü gəlməyəcək. Sabah gələn kimi mən sizə xəbər eləyərəm də. Onu gözləməyə başlayır. O da belənçinə qızı yola verməyə çalışır. Sonra qayıdıb deyir ki, bizim qız da məhz qayıdıb ağlamağa başlayır. O da qayıdıb deyir ki, yo bu olmadı. Siz lap körpəymişsiniz ki, uşaqlıq eləməyin, bəsdir. O da gülümsəyərək cavab verir ki, mən sizin haqqınızda düşünürəm. Siz elə mehribansınız ki, bunu hiss etməmək üçün gərək mən daş olaydım. Bilirsinizmi, indi mənim ağlıma nə fikir gəldi? Mən sizin ikinizi bir-birinizlə müqayisə elədim. Nə üçün siz o deyilsiniz? Nə üçün o sizin kimi deyil? Mən onu sizdən artıq sevsəm də, o sizdən pisdir. Adamı bıçaqlasan daha yaxşıdır. Yəni, bıçaqlama bu sözü demədə. İndi məktub gələndə xəbər verəcəm. Davamını oxuyuram. Görək qızımızın başına nə gəldi. Finalına çox yaxınlaşdıq. Ürəyim partlayır. Axır ki, sevgisinə etiraf elədi bizim oğlan. Pramoy dedi. Mən sizi sevirəm, Nastenka dedi. Bizim qız belə, mən bilirdim sizin mənə çox... bu nə deməkdir, bu sözlər nə üçündür? Axı, mən sizin məni sevdiyinizi çoxdan bilirdim. Lakin elə belə, siz məni elə belə ötəri bir məhəbbətlə sevirsiniz deyə düşünür. Bilirdinsə, bunu ona niyə eləyirdin? İkidə bir əlini tuturdun. Niyə siz o deyilsiniz deyirsən? Kaş siz olsaydınız. Adicə indi belə qayıdıb deyirdi ki, nə deyirdi? Deyir, hə, qulaq asın. Siz yəqin ki, belə etməzdiniz. Özü sizin yanınıza gələn zavallı qızı atmazdınız. Onun zəif iradəsinə, axmaq məhəbbətinə gülməzdiniz. Hər dəfə bunu edirdin. Bilir qarşısındakı onu sevir. Amma kiməsə ehtiyacı var deyə onu görməzlikdən gəlir. Yəni, xoşu gəldiyini görməzlikdən gəlir. Sadəcə o boşluqda ondan istifadə edir. Oğlana üzüldüm. Bizim oğlan eşqini etiraf eləyəndən sonra qız da artıq qarşılıq verdi ki, hə yaxşı, mən onun udaram, o yaxşı biri deyil, sonra sənə qarşılıq verərəm, bir yerdə yaşayarıq, nə bilim nə, başladılar. Çox səmimiyyətsiz bir şəkildə gələcəkdən danışmağa. O indiki sevgilərdə də bu çox olur. Məsələn, tanış olurlar və tanış olduqları gün artıq evliliklərinə, hətta uşaqların adlarını qoymağa belə hazırlaşırlar. O vibe aldım. Və çox səmimiyyətsiz gəldi. Amma sonra nə oldu bilirsiniz? Şoka qaldım. İndi nə edəcək bilmirəm, amma mənə görə hər cürə bizim oğlanla olan Nastenkanın əlaqəsi. Bizim oğlan onu sevir. Amma Nastenkanın ona qarşı sevgisi yoxdur. Bu üzə vurur. Hətta burada qayıdır deyir ki, sən gələrsən, bizim evdə kiranı işin olarsan. Nənəm deyir, cavan oğlana vermək istəyir oranı. Niyə? Çünki deyir, qocalmışam, elə bilmə ki, sənə ərə verməkdən ötəri ora gənc bir kiranı işin köçməsini istəyirəm. Deyir, bilirəm, o mənim evlənməyimi istəyir. Qız bildiyin o qızlar olur, evlənmək üçün evlənmək. Yəni, biri olsun, mən evlənim və bu evdən çıxım, həyatım dəyişilsin. O hissi verdi mənə. Heç səmimi deyildi. O sırada arxada biri Nastenka. O kimdir Nastenka? Bu odur, oydu. Onun gözlədiyi adam gəldi. Nə olacağını bilmirəm. Adicə bu cümlə məni qırdı da, yəni. Necə də çılğın bir qüvvə ilə qollarımın arasından çıxıb sevgilisinə tərəf yürüdü. Bu sözün özü adamı qırır. Bundan sonra bizim oğlan olmasını mən istəmərəm şəxsən. Heç layiqi odur da, yəni getsin ondan olsun. Biri də onu gözləyibdi, ondan da olsun. Çox iyrənc. Deyir ki,
Mən ildırım vurmuş kimi yerimdə donub qaldım. Nastenka birdən mənə sarı çevrildi. Yenicə əl verdiyi, yenicə qucağına atıldığı sevgisindən ayrılıb bir külək və şimşək sürəti ilə mənə yaxınlaşdı. Mən hələ özümə gəlməmiş qollarını boynuma sarıdı. Məni bərk-bərk və hərarətlə öpdü. Sonra bir söz demədən yenidən ona tərəf atıldı, əllərindən tutdu və ardınca çəkib apardı. Necə iyrənc. Mən bir müddət durduğum yerdə qalıb onların arxasınca baxdım. Nəhayət ikisi də gözlərimdən itdi. Elə itilməlidirlər. Son 5 səhifə qalıb. Əsəbiyəm. Ama bizim kızla oğlan sevgili olması sonluğunu istəmirdim. Kızı səmimi görmürdüm, olmasını istəmədim. İstəməməyimin səbəbi buydu. İndi son 5 səhifədə görüm nədir. Utanmadan qız bizim oğlana məktub yazıb və məktubda dediyi sözə bax. Mən sizi sevdiyimi demişdim, indi də sevirəm, daha artıq sevirəm, Pərverdigara. Əgər sizin ikinizi birdən sevə bilsəydim, əgər siz onun yerində olsaydınız, nədir? Adamı neyləmək istəyirsən? Bütün həyatını məhv eləmək? Of. İndi mən sizin üçün nələr etməzdim, buna Allah şahiddir. Bu adama nə olsun istəyirsən? Onsuz da yaxşı değildi. Duygusal mənada çöküşdəydi. Bitdi. Ən yaxşı ola biləcək şəkildə bitdi bəlkə də. Əslində bir anlıq qorxmuşdum ki, mənim istəməyəcəyim şəkildə bitsin. Çünki bizim oğlana dəymirdi o. Amma bizim oğlanın da tək qocalacağını düşünməsi ayrıca bir hüzünlü bir şeydi. Ama kızın ise onun bağışlamasını istemesi, sanki elədiyi şeyin bir səhv deyil də sadəcə bilmirəm. Ya kız sanki oğlanı barmağına doladı. Ama bizim oğlan ise onu o kadar sevirdi ki, bizim oğlan için onunla keçən günlər çox özəl idi. Yəni ömrünün ən gözəl günləri sayılarkən bizim kızın sadece onu bir mərtəbə kimi işlətmiş olması məni çox əsəbləşdirdi. Yəni mənim gördüyüm budur. Başqa biri başqa şəkildə görə bilər, amma tamamilə qız öz acısını danışıb sonra puf deyə ortadan yox olacağı bir adam seçdi. Və ən başından bəri onu sevdiyini bilirdi. Bilməməzlikdən gəlməyi seçmişdi. Bunu sevgi hikayesi saya bilmirəm. Yəni bizim oğlanınki sevgi hikayesi idi ki, hər şeyə rəğmən onun xoşbəxt olmasını istəyirdi. Sırf xoşbəxt olsun deyə sevdiyi adama ayağına gedib onu gətirməyə belə ağlına gətirmişdi. Qız üçün eynisini deyə bilməyəcəm. Bu hikayə də belə bitdi. Ən sevdiyim hissələri sizlərlə bölüşdüm. Artıq neçə saat oldu bilmirəm. Hardasa 3 saat oxumalı olmalıydıq. Yəqin ki 3 ya da 4 saat uzağı, yarım saat arada fasilə vermişdim. Növbəti Dostoyevskinin kitablarında nəyə birlikdə olacağıq, başqa mövzularda oxuyacağıq. Bu kitab belə bitdi. Xoşbəxt deyiləm. Bizim oğlan üçün üzüldüm. Nəysə, belə. Növbəti videolarda görüşmək üzrə. Hələlik.